Motorlu yoxsa sadə velosiped? Görək aparın hansı velosipedi daha sürətlidir. Amma bir nüans var. Sadə velosipeddə professional bir sürücü, motorlu velosipeddə isə sadə bir vətəndaş. Görək hansı qalib gələcək. Getdik. 3, 2, 1. Narıncı velosiped motorlu olduğu üçün yerindən daha sürətli tərpəndi. Arxası ilə isə yaşlı apar davam edir. Hal-hazırda yaşlı velosiped narınca çatmaq üzrədir, hətta desən çatdı. Mən də o vaxta kimi sizə apardan necə qeydiyyatdan keçib beləcə velosiped sürə biləcəyinizi göstərim. Apar tətbiqinə daxil olub qeydiyyatdan keçdikdən sonra skanla velonun üzərindəki QR-ı oxudursunuz. Beləliklə artıq velosipediniz hazırdır. Xoş sürüşlər. Uzun məsafədə yaşıl velosiped motorlu velosipedi keçməyi bacarır. Axır ki görünürlər, gəlib çatdılar desən, artıq hava da qapqaranlıq olub. Görək birincimiz kimdir? Fatimə xanım birincidir, yəni bizim professional sözümüz yaşıl velosipeddə motorsuz olduğu halda birinci oldu. Yoruldunuz? Biraz motorlu olduğu için çok da yorulmadım. Amma yenə də bir yarış olduğu üçün. Siz də əgər apar velosipedlərinin hər hansındansa istifadə etmək istəyirsinizsə, ilk gedişdə Vahid 50 promo kodunu istifadə edərək yarı qiymətinə sürə bilərsiniz. Amma unutmayın ki, bu velosipedlər yarış velosipedi deyil, dostlarınız və ailənizlə xoş gün keçirmək üçündür. Velosiped zolaqlarında sürməyi unutmayın. Özünüzə yaxşı baxın, sağ olun. Videonu da bəyənib like edin. Bay bay.